Uşaqlar, deməli, yaxşı treyderlərdən bir söz soruşmaq istəyirəm. Bir dənə sizə qrafik göstərəcəm. O qrafikdə 2 dənə dönmə nöqtəsi var. Yəni qiymətin əks yönlü tərəfə dönəcəyini düşündüyüm nöqtələr var. Amma ki, birindən dönməyib, digərindən dönüb. Sizə sualım budur ki, mən necə bilə bilərdim ki, birincidən qiymət dönməyəcək, ikincidən dönəcək. Belə izah eləyim. Euro USD-dir, 30 dəqiqəlik qrafikdir. Baxın, burada məsələn güclü düşüş var. Sadəcə burada bir dənə bullish şam var. 5 dəqiqəliyə məsələn alıb baxanda qalxış, düşüş burada nə yaradır? Alıcı, satıcı ziddiyi yaradır və mən buradan qiymətin düşəcəyinə inanırdım. Burada reaksiya gördü, qiymət düzdür, amma ki düşmədi istədiyim qədər. Və mən yuxarıda da bir dənə nöqtə qeyd eləmişdim, buradan düşəcəyinə inanırdım. Baxırıq, görürük ki, bu nöqtədən qiymət baxın düşüş edib və nə qədər düşüş edib? Təxminən 30 punkt falan qiymət düşüş edib. Buranı da niyə qeyd eləmişdim? Burada da gördüyünüz kimi düşüş şamlarının içində bir dənə bullish şam var. Alıcı satıcı ziddiyi yaranıb. Buradan da düşəcəyinə inanırdım və bu işə yarayıb. Hətta gördüyünüz kimi burada da işə yarayıb. Öncədən də işə yaradığı nöqtələr var. Mənim sualım budur ki, bu hissədə mən necə bilə bilərdim ki, bu aldadıcı şamdır yoxsa yox? Bəli, qısacası birinci göstərdiyim hissədə təcrübəli treyderlərdən öyrənmək istəyirəm ki, necə bilmək olardı ki, o aldadıcı düşüş deyil, həqiqətən də düşəcək və yaxud da necə bilmək olardı ki, bu aldadıcı bir düşüşdür.